Kadrlar Vasmoyun bazarı kimi tanınan Bakı şəhəri Nizami rayonu 8-ci kilometr ticarət mərkəzində qeydə alınıb. Aparılan son monitorinqlər göstərir ki, ərzaq bazarlarında sanitar-gigiyenik tələblərə əməl olunmur. Antisanitar vəziyyət insan həyatı və sağlamlığı üçün real təhlükə mənbəyidir. Bazarda yüksək risk qrupuna aid olan ət, toyuq, balıq, süd məhsulları alıcıya təhlükəli şəkildə müvafiq saxlama, temperatur rejiminə əməl edilmədən təqdim olunur. Açıq şəkildə, soyuducu olmadan satılan ağartı məhsulları, natəmiz şəraitdə kəsilərək satışa həyata keçirilən ət və ət məhsulları, balıqlar, turşular və digər qida məhsullarının istehlakı ciddi xəstəliklərin yaranmasına birbaşa səbəb ola bilər. Məhsullar açıq havada, tozun və çirkli səthin üzərində vətəndaşlara təqdim edilir ki, bu da qida təhlükəsizliyi tələblərinin kobud şəkildə pozulması deməkdir. Min bir zəhmətlə kəndinin yetişdirdiyi, hazırladığı məhsul təzə, faydalı ola bilər. Amma heç bir standartlara cavab verməyən bazarda bu qida məhsullarının normalara uyğun satışı təmin edilmirsə, heç bir faydadan söhbət gedə bilməz. Məsuliyyəti isə birbaşa bazar rəhbərliyi daşıyır. Bazar rəhbəri kəndinin əməyindən sui-istifadəyə yol verməməlidir. Bazar rəhbərinin işi təkcə piştaxtanı kirayə vermək deyil, eyni zamanda alıcıya məhsulu tam təhlükəsiz şəkildə təqdim etmək üçün müvafiq şərait yaratmaqdır. Qida Təhlükəsizliyi Agentliyi bazar rəhbərlərini məsuliyyətə dəvət edərək xəbərdar edir ki, ərzaq bazarlarında yenidən qurma işləri görülməli, satış obyektləri gigiyenik qaydalara tam uyğunlaşdırılmalı, tullantılar vaxtında təmizlənməli, məhsulların düzgün şəraitdə saxlanması və satışı təmin olunmalıdır.